Bağışlayan və mehriban Allahın adıyla. Hərflərinə görə ərəbcə kəlmələr. Ərəbcədə kəlmələr əsli hərflərinin xassələrinə görə iki qrupa ayrılır. Sahih və mu'təl. Əlif, vav, ya hərfləri işləndikləri kəlmələrdə müxtəlif dəyişikliklərə uğrayan hərflərdir. Bunlara illət hərfləri deyilir. Əsli hərflərin içində bu hərflərdən biri və ya ikisi olarsa, belə kəlmələrə də mu'təl kəlmələr deyilir. Mövzumuzun məğzu olan illət hərfləri kəlmə dəyişikliyi müddətində başqa hərflərə çevrilər və ya düşər. Bunların dəyişildiyi hərflər də yenə bu üç hərfdən biridir. Məsələn, nümunə olaraq vəzn kəlməsini göstərmək olar. Vəzn kəlməsində illət hərfindən vav vardır. Bu kökdən yeni bir kəlmə alınanda vav dəyişir. Mivzan. Mivzan olması labud olan kəlmə vavun yəyə çevrilməsi ilə mizan şəklini alır. Dövr kəlməsi. Dövr kəlməsində də vav illət hərfidir. Bu kökdən düzələn kəlmələrdə vav hərfi başqa hərflərə çevrilir. Misal olaraq dairə və müdir kəlmələrini göstərmək olar. Seyl. Seyl kökündə yə illət hərfidir. Bundan törəyən isalə kəlməsində yə düşmüşdür. Bənzər tərkibdə olan meyl kəlməsindən törəyən imalə kəlməsini də nümunə göstərmək olar. Xaf kəlməsindən törəyən ixafə kəlməsində vav düşmüşdür. Digər bir kəlməmiz savm kəlməsidir. Oruc mənasına gəlir və bu kəlməni oruc tutmaq mənasındakı kimi işlətsək, savm kəlməsi siyam kəlməsinə çevrilir. Və gördüyünüz kimi vav hərfi yə hərfinə çevrilmiş olur.